Ermənistanın uğursuz dövlətçilik modeli artıq müxtəlif müstəvilərdə müzakirə olunur. Belarus prezidenti Aleksandr Lukashenko Rusiyalı teleaparıcı Vladimir Solovyova müsahibəsində keçmiş Sovet respublikalarının əksəriyyəti Belarus və Rusiya ittifaq dövlətinə qoşula bilər məzmunlu açıqlamasını daha geniş şərh edərkən, Ermənistanın bu ittifaqa qoşulmaqdan başqa çıxış yolu qalmadığını qeyd edib. Stat: bu ölkələrin başında Ermənistan ola bilər. Onların artıq çıxış yolu yoxdur. Ermənistan artıq gücünü itirib, əlavə güc almaq niyyətindədir. Onlar kimə lazımdılar ki? Statın sonu. Yeri gəlmişkən, Azərbaycan prezidenti də bu uğursuz dövlət barədə dəfələrlə fikirlər səsləndirib. Ermənistanın siyasi gündəliyinə böyük miqyasda təsir edən mesajlar verib. Bu ölkə uğursuz ölkədir. Failed state, bunun bir beynəlxalq deməli adı da var. Uğursuz ölkədir. İqtisadiyyat çöküb, bazar məhdud, əhali azalır. Deməli, hər hansı bir investisiya üçün cəlb edici deyil. Heç bir ölkəyə investisiya qoymur. Nəqliyyat dalanıdır bu ölkə. Belarus prezidentinin son açıqlaması Ermənistanda məyusluq və aqressiya ilə qarşılanıb. Bu ölkənin müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan ölkəsinin düşdüyü ağır durumdan gileylənib və Aleksandr Lukashenkonun onun ölkəsi haqqında səsləndirdiyi fikirlərə görə Paşinyan hakimiyyətini tənqid edib. Stat: 2018-ci ildən Ermənistan çarəsiz, tərk edilmiş, xaoslu, plansız, məqsədsiz, anlaşılmaz və yazıq siyasi fiqurları olan aciz dövlətə çevrilib. Bugün Ermənistan alçaldılır, gözdən salınır, talan edilir. Xarici dünya üçün lazımsız yükə, Türk dünyası üçün arzu olunan dəhlizə çevrilib. Dünya liderlərindən biri kimi çox düzgün söyləyir ki, Ermənistan müstəqil siyasət yürüdən ölkə olmayıb və olmayacaq da. İstənilən siyasi, iqtisadi və yaxud da ki, digər birliklərdə Ermənistanın heç razılığı, onun rəyi alınmadan belə, yəni o qurumlara qoşulacaq. Əgər Ermənistanın bundan sonraki taleyinə nəzər sarsaq, Lukashenkonun söylədiyi kimi o müstəqil yaşaya biləcək bir ölkə deyil. Artıq belə demək mümkünsə, beynəlxalq səviyyədə dünya siyasətçilərindən gələn bir etirafdır. Lukashenkonun açıqlamaları Ermənistan üçün gələcəkdə ciddi ssenarini ortaya qoyur. Həm daxili toqquşmalar, həm müxalifətin revanşizm əhvalının güclənməsi, həm də hazırki Ermənistan administrasiyasının cəzalandırılmasına şahid ola bilərik. Fakt odur ki, 2-ci Qarabağ müharibəsindən sonra Ermənistanın siyasi və iqtisadi təlatümlər kollapsı daha da dərinləşib. İndi bu ölkə üçün yalnız bir addım xilasçileti rolunu oynaya bilər. Tərəddüdlərə son qoyaraq regional əməkdaşlığa can atmaq. Vüsal Mətlə, Südabə Cahangirli, Rüstəm Mikayılzadə, ASTV Xəbər.